sayılı istəklərinizi nəzərə alaraq mikrofon aldım və sizin çox sayılı istəklərinizi nəzərə alaraq bu gün DAD haqqında video çəkirik. Bu arada DAD haqqında olan video həqiqətən çox sayılı istəkdir. Bəli. Çünki mənə Bura qoyaram. TikTokdan, da mənə də ayağımda YouTube'dan, mənə də daha çox TikTokdan, Instagramdan çox adam yazır ki, necə müraciət elədiniz, tam olaraq yəni hansı sənədlər lazımdır, kimlər müraciət edə bilər ən əsas. Çünki maalesef hamı müraciət edə bilmir. Mikrofonu yoxlayaq işləyir yoxsa Mikrofon yox. qarşı. Xala biləm. Professional deyil. Düzəldəsən bəlkə? Güzelmiş. Ne bu? Birinci şeydən başlayaq. DAD nədir? Yazın çəçimizin baxında. Deutsche Akademische Arda Austausch Elva. Yəni D-A-A-D. Alman Akademik Mübadilə Xidməti. Sən də yadıma düşür. Bu şeydə bir ara bu moda düşəndə bir iki dənə tələbəm var idi. Deyirəm bəs Alman proqramı var. Belə mənim dadı deyirsiniz. Bu arada buna bir açılış gətirək. Yəni o dad deyil. Orada bir D. məsəl problemimiz şu an əsla bu deyil. D-A-A-D. Təkrarlayın baxım. DAD-nin, yəni DAD belə deyək, Almaniyada təhsil almaq istəyən xarici tələbələr üçün nəzərdə tutulmuş bir proqramdır və Almaniya, məsələn siz DAD-nin təqaüdünü qazansanız, Almaniya sizin təhsilinizi ya yay məktəbin hər hansı bir proqrama müraciət edirsinizsə, yəni onu Almaniya qarşılayır. Və ilk öncə ona açıqlıq gətirim ki, biz DAD-nin yəni bakalavr ya da magistr səviyyəsi üzrə təqaüdünü qazanmamışıq. 1 aylıq yay məktəbi, namı dəyər dil kursu təqaüdünü qazanmışıq və ona görə də bu video sadəcə bu dil kursuna müraciət prosesinədir. Çünki digərləri ilə bağlı çox bir təcrübəmiz olmadığı üçün xahiş edirik suallarınızı da verəndə, yəni bunu nəzərə alın ki, ancaq yay məktəbi ilə bağlı suallar olsun. Bacardığımız qədər qısa və aydın tutmağa çalışacağıq. Option. Nədir ilk sualımız? DAD-yə kimlər müraciət edə bilər aya? Hoş müraciət edə bilər. Oturmuşsunuz da ölkəmizdə. A few moments later. Aynen ilk sualımı sənə vermək istəyirəm. DAD yay məktəbində kimlər iştirak edə bilər? Ancaq və ancaq 2-ci və 3-cü kurslar iştirak edə bilər. Və universitet tələbələri. Və universitet tələbələri. Yəni istəyir 1 olursunuz, istəyir 4 olursunuz, istəyir magistr olursunuz, əsla və əsla iştirak edə bilməzsiniz. Mütləq və mütləq 2-ci və 3-cü kurs olmalısınız. Biz bu DAD-yə müraciət edərkən hansı sənədlər bizə lazımdır yığmaq? Biz erməni bu doktorumuzu. Hansı sənədləri yığmalıyıq? Deməli, bizə bu DAD-yə müraciət edərkən hansı sənədlər lazımdır? Deməli, hardasa müraciət keçən ildən xəbərim yox idi. Yəni keçən dediyim 2024-də, artıq dekabrın 1-də yəni müraciət qurtardı. Deadline idi. Və hardasa oktyabrdan, hətta deyərdim sentyabrın axırından rahat olmaq üçün sənədləri yavaş-yavaş yığmağa başlamalısınız. İlk olaraq klassik həmişəki dədə-baba sənədləri yığılmalıdır. Onlar universitetdə transkript idi, səhv eləmirəmsə, transkript və onun tərcüməsi. Bu arada onu əvvəlcədən deyim, bütün sənədlərin originalı olmalıdır və həm də tərcüməsi yüklənməlidir portala. Yəni onların originalının ya da tərcüməsi yüklənmədiyi təqdirdə avtomatik yəni ləğv olur, müraciətin sayılmır. Deyirəm, reklam arası girim. Biz tərcüməni getdik asan xidmətdə elətdirdik də, yəni şeylə, təsdiqlə. Yəni ona da baya bir pul verdik. Sertifikatlarımız falan da var idi deyə. Ona lazım deyilmiş o. Yəni siz özünüzləri edə bilərdiniz də tərcümə. Transkripti yox, amma sertifikatı, sertifikatı falan qazandığınız diplom dərəcələri falan, onlar yəni özünüz edə bilərsiniz. Könüllülük sertifikatları, qalib olduğumuz yarışlar falan. Əslində onun xüsusi Alman dil sahəsinə bağlı olmalıdır. Təbii ki, Alman dil sahəsinə bağlı olsa daha yaxşı olar ki, yəni onlar görsünlər ki, siz maraqlanırsınız həqiqətən Alman dili ilə. Və sonra lazım olan sənəd transkript və sizin tam orta təhsil haqqında, yəni məktəbdən aldığınız şəhadətnamə, qiymətləriniz, attestatınız olmalıdır və onun da təbii ki də tərcüməsi olmalıdır. Onu da yeni asan xidmətə tərcümə etdirirsiniz. Dediyim kimi bunu da orijinalını qoymağı unutmayın. Çünki bizim maalesef dostlarımız keçən müraciət edəndə buradan Negingilə salam. Müraciət edəndə orijinallarını qoymaq xətdən çıxmışdı və avtomatik olaraq həmin insanların müraciəti qəbul olunmur ümumiyyətlə DAD tərəfindən. CV, yəni CV-niz olmalıdır. CV çox vacibdir. Mütləq şəkildə CV-niz olmalıdır. Alman dilində olmalıdır bu arada. Transkript, orijinal tərcümə, tam orta təhsil haqqında, yəni attestatınız olmalıdır, onun tərcüməsi, CV-niz olmalıdır mütləq şəkildə. Yəni əsas 3 sənəd bunlardır, qalan da hər kəsə görə dəyişəcək.
İstəyirəm biraz motivasiya məktubu haqqında danışaq. Çünki yəni əsas şey spoiler verim ki, yəni qərar verici qüvvə motivasiya məktubudur. Yəni 1000 dənə sertifikatınızın olması deyil. əslində bilirsən nə düşünürəm? Mənim qəbul alma səbəbim bir də sizsiz. İnana bilirsiniz? Dədə şey eləməmişdən əvvəl bu sizdə də yəni ki, belə olacaq. Onlar seminarlar keçirdilər. Məsələn, birini Claudia keçirmişdi, birini də Sevər xanım keçirmişdi. Yəni bu arada bu sənədlərin tam olaraq necə yüklənməsinə qədər, yəni onlar izah eləyirlər. Bacardığımız qədər bütün təşkil olunmuş Hə. şeylərdə məsələn Ayan düz biz iştirak edə bilməmişdik, amma Ayan məsələn iştirak eləmişdi, o bizə çox kömək olmuşdu. Çünki biraz qarışıq gələ bilər ilk başlarda sizin üçün. Çox. Ona görə bacardığınız qədər, yəni onlarda iştirak edin ki, suallarınız qalmasın və yetərincə də görüş keçirirlər bu arada. Nəsə mən sizə motivasiyadan danışım. Baxın, orada da mənə şey demişdi ki, Claudia bizə demişdi ki, siz orada özünüzü satırsınız da, yəni siz satırsınız. Siz onlara bir vəd verməlisiniz. Yəni onlar sizin niyə bura qəbul edirlər? Siz onlara nə verəcəksiniz? Yəni çöldən keçəni də qəbul edə bilər də belə baxanda. Amma siz onlara nəsə qatmalısınız. Və mən düşünürəm ki, mənim qəbul olma səbəblərindən biri də sizsiz. Niyə? Çünki mən sonda yazmışdım ki, mən buranı bitirəndən sonra, yəni kursu bitirəndən sonra öz təcrübələrimi, öz yaşadığım şeyləri insanlarla YouTube kanalında bölüşmək istəyirəm. Belə bir şey yazmışdım. İkinci olaraq demək istəyirəm ki, çox yazmayın. Çox, yəni Zaten özləri də deyəcəklər. bəli, Yəni həddən artıq özləri də çox yazıb düşünməyin ki, sıxıl oxumurlar, yəni Ya- baxmırlar belə Çünki hətta. məsələn, ola bilər ki, siz çox yaxşı yazı yazırsınız da, yəni yazı yazma qabiliyyətiniz çox yaxşıdır. Bizim bir dənə, hə, məsələn bizim bir dənə yaxınımız var idi, yəni çox backgroundu bizimkindən də yaxşı idi. O başqa şeylərdə də iştirak eləmiş. Onun yazısı da çox yaxşıdır. Yəni Azərbaycan dilində də, Alman dilində yazısını çox qəşəng yazır. Həmçinin motivasiyanı da çox qəşəng yazmışdı. Prosta çox uzun yazmışdı. Yəni 2 səhifədən çox olmuşdu da onun ki, yəni mən onu oxuyanda mənim çox xoşuma gəlmişdi. Prosta çox uzun idi. Bu belə qəbul olmama səbəb. Yəni siz bacardığınız qədər yığcam, amma eyni zamanda söz nəfsi mənasında vətənə, millətə xeyirli olduğunuzu göstərməlisiniz ki, yəni hə, mən prosta getmirəm ki, ay və onu əsas deyim, onu zaten özləri də deyəcəklər. Çox şey eləməyin, Almaniyanı tərifləməyin. Almaniya belə, nə bilim, bizim ölkədə bu şans yoxdur. Mən Almaniyanı belə istəyirəm, belə istəyirəm. Yəni bunu yəni, çox özünüzü acındıracaq bir şey də eləməyin. Yəni məsələn, Ayan dediyi kimi, Ayan bildirmiş ki, ölkəmə qayıdacağam və burada videolar çəkəcəm. Məsələn, keçən ilin qəbul alanlarından demişlər ki, məsələn, ölkəmə qayıdanda seminar keçirəcəm həm də tələbələr üçün. Yəni orada durub özünüzü acındırıb full belə duyğusal arka fon adını Feriha koydum da yəni durub motivasiya məktubu yazmayın. Yəni sadəcə siz necə mümkün qədər belə ciddi, qətiyyətli və qərarlı olduğunuzu bildirməlisiniz motivasiya məktubunda. İndi mən sizə onun strukturunu deyəcəm, necə olmalıdır da. Əslində çox da belə çətin deyil. Başlayanda özünüzü təqdim eləməlisiniz. Məsələn, nə bilim mən Ayan falan bu yaşım var, burada oxuyuram, bu universitetin tələbəsiyəm, belə elə, ixtisas falan yazın. Prosta girişi eləyəndə də, yəni monoton sözlərlə başlamayın da. Nə bilim, hallo, ich bin Ayan zat. Hallo ilə başlamayın da, day ayıbdır. Nəysə, özünüzü təqdim edəndən sonra keçin biraz da özünüzü video çək. Hə. Sən danış. Kesin sonra da biraz da özünüzü təqdim eləyin. Yəni niyə alman dili, niyə dədə, neynəmisiniz falan filan. Nəsə bunları ortada eləyəndən sonra keçirsiniz orada 3 dənə sizə universitet verəcəklər seçməyə. 3 dənə universiteti yazırsınız və hər universitetin üçün əsaslandırma gətirməlisiniz ki, niyə məhz bu universitetdə tutalım. Məsələn, atıram mən Düsseldorfa düşmüşəm də indi. Məsələn mən nə yazmışdım? Mən Düsseldorf yazanda bir daşdan iki quş vurmuşdum da. Bilirsiniz niyə? Biz DAD-nin müəllimlər üçün təşkil etdiyi bir seminar var idi, müəllimlik seminarı da. Biz orada iştirak etmişdik. Və mən yazdım ki, DAD-nin təşkil etdiyi bir seminarda iştirak elədim, müəllimliklə bağlı və daha sonra müəllim olaraq fəaliyyət göstərməyə başladım. Tələbələrimdən biri mənə dedi ki, Almaniyaya gəlsəz Düsseldorf şəhərinə gəlin, çox qəşəngdir. Mən də onu orada əsaslandırma kimi yazdım ki, bəs tələbəm belə tərəfləyib, mən ona görə gəlib oranı da görmək istəyirəm. Yəni bir daşdan iki quş vurdum. Həm özümü reklam elədim, həm də Düsseldorfa Yəni getmək istədiyimi hisslərinizi bildirdim. real olan hadisələrlə yazın. Bəzi tanıdıqlarımız var idi ki, məsələn çox şey yazmışıq. Uşaqlıqdan Alman dilindən ötürü ölürəm, uşaqlıqdan Almaniyanı sevirəm. Yəni belə şeyə ehtiyac yoxdur da. Yəni onlar bunların hamısına fikir verirlər. Əsaslandırdınız ki, niyə bu universitetlər? Sonra sonda yenə öz vədlərinizi deyəcəksiniz. Məsələn, nə edəcəksiniz oradan sonra? O sizə nə qatacaq, nə kimi, yəni sizə nə qata bilər bu kurs? Nə edəcək sizə? Niyə müraciət eləməksən? Burdan nə qazanacağını düşünürsən? Qısaca, yəni Və onu yaxud bildirməlisiniz. kurs həm də siz nə qazanacaqsınız? Həm də ki siz nə qazandıracaqsınız? Yəni belə düşünün. Başa düşdünüz? Başa düşdülər? Başa düş. Sonda da təşəkkür eləyin ki,
əvvəlcədən verəcəyinə cavaba görə təşəkkür falan edirəm. Yəni belə motivasiya bu qədər. Təmsillə gözləyirəm. Unutmayın ki, ən əsas motivasiyadır. Almanlar otistikləri sevir bu arada. Özləri də otistik olduğu üçün, İnsanlar yəni demin yorumlara yazacaqlar otistikləri. Dostlar, yəni əvvəlcən onu deyim, özünüz ağıllı hesab eləyib, ChatGPT-dən yazdım, nə bilim gedim internetdən hansısa şablon tapım, bizim İsmail kimi. İsmail buraya get deyərsən. Yəni bunu eləməyi belə ağlınızı, yəni onu eləyəcəksinizsə müraciət eləməyin, boş-boşuna sənədlərdə yığıb özünüzü yormayın. ChatGPT nəzərinizə çatdırım ki, sizə verəcəyi şey o biri müraciət edən tələbələr ChatGPT-dən soruşur, eyni cümlələri verəcək. Məncə bunu bizim kimi dərsdə esselər ChatGPT-dən göstərən tələbələr altın vurublar. Çünki hamımızın essesi bir dəfə eyni idi. Yadıma düşür, akademik yazı. Belə bəs siz qurtardı sənin motivasiyanı. Bunu verirsiniz ChatGPT-yə ki, bəs mənim səhvlərimi düzəltdi. O da səni çox qəşəng bir şəkildə düzəldir. Yəni mən özüm istifadə Biz eləmişəm. Ayanla nə etmişdik? Biz Ayanla birinci Azərbaycanca yazmışdıq motivasiya. Yəni bunu çox tövsiyə edirəm. Azərbaycanca yazandan sonra vurun translate tərcümə eləsin. Düzdür, translate-dən sonra özünüz bir də yoxlayın. Yox, o heç translate ilə ChatGPT-dən vurub, məsələn necə deyirəm? Anınca adınızı deyirsən, məsələn, my name is Ayan. Bunu dediniz də. ChatGPT Sənin adın xəyalət özünə gəl. xəyal almadı, hayala deyil. Bunu olmaya da şey çağıracaqlar. Almanya'da Hayala. Neyse adımı değiştireceğim bir aylık. Nə qoyursun? Böyle bir şey. Jensi, Chia da koyacağım. Yulia, Buna ben Chia da koyacağım. Chia da. Ben buradan sözümü vurdum. Bilmiyorum buralara kadar bakacaklar ya yok. My name is verirsin. Mesela ChatGPT-dən soruşur. Bir my name is B2 səviyyəsinə necə verə bilərəm? Yəni Azərbaycancası Mayına isti B2 səviyyəsinə necə? Məsələn, elə baxma mənə. Ən yaxşı versiyası. Yəni çox gözəlsən. Sənə baxmadan deyənə bilmirəm. Çox gözəl. Nəysə. Yəni demək istədim o ki, biz Ayanla eləmişdik. Azərbaycancasını oturub yazandan sonra ChatGPT-ilə falan işləyə bilərsiniz. Çünki onda ChatGPT-ilə işləsəniz belə zaten sizin özünüzün fikriniz olur. Yəni heç özünüzü yormayın. Yenə deyirəm, oradan buradan köçürməyə lazımdır. Çünki dediyim kimi, yəni qərar verici qüvvə motivasiya məktubu olduğuna görə, yəni maksimum sizin düşüb-düşməməyinizə demək olar ki, mənə elə gəlir ki, yəni motivasiya məktubu olmaq. İstəyirsiz belə C1 belə olun, C1 belə olun, B2 belə olun, yenə də düşməmə ehtimalınız var. Hə, yəni onu sentyabr, oktyabrdan yəni sənədləri yığmağa, hazırlaşmağa çalışın ki, qaça-qaça düşməyəsiniz. Tövsiyə eləməyin onu qaça-qaça düşməyin. Məsələn, motivasiya məktubu yazdığım dövr çox iyrənc bir dövr idi və yadıma düşür ki, çox stresslə yazmışdım. Yəni Mənim də yadıma düşür. Ayağım da yazdı, travmalarım. Daha çox mən travmam Aslında oldu. Hə, məsələn, halal deyəsən ay. Vallahi zarafat eləmirəm. Elə. anlayacağım çətin dövrlər. Nəysə. Nəysə, artisti buraxın. Qısaca bu videonu ona görə belə ətraflı çəkirik ki, yəni ağlınızda sual qalsın istəmirik. Sual da olsa ya Ayana YouTube-dan yorumlardan yazın, ya o ya mən gördükcə cavab verərik, ya Instagramda yazın. Hər yəni sosial mediada olduğumuz üçün istədiyiniz yerdən bizi bula bilirsiniz. Ki və bu arada motivasiya məktubunda sizə bir tövsiyə daha vermək istəyirəm, hansı ki mən elə eləmişdim. İstəyənlər olsa plus atar. Bir dənə türkcə tərcümə proqramı var. Google Translate çox o deyil də yəni. Mən türkcəyə tərcümə eləmişdim Azərbaycan dilindən, türkcədən alman dilinə tərcümə etmişdim. Məsələn, məndə motivasiya məktubum 3 dildə var hal-hazırda. Həm Azərbaycanca var, həm türkcə var, həm də almanca var. Və bütün şeylərdə iştirak edirəm. İmtahana keçək. İndi keçi 18 imtahanı onun ayında. Elə bilirsinizsə ki, sənədlərlə, nə bilim, motivasiyanla hər şey qurtarır? Yox, səhv bilirsiniz. Hələ bir dənə bitməz. İmtahan verməlisiniz. İmtahanın adı ONSET-dir, qoyacağam bura. Çox asan imtahandır. Çox asan imtahandır. Yəni demirəm, lap asandır, amma asandır. Lap asan deyil mi? Almanca Yəni okey, təməl bilikləriniz varsa keçərsiniz. Hə, Ayşə, tutalım da mənim adım Ayandır, hə. İndi mənim adım alman sözü deyil də, nəysə indi orada alman sözü verəcəklər. Tutalım Ayanı verib, ayını verib 2 dənə xətt qoyub ki, o birisi 2 dənə hərfi sən qoy da yerinə. Siz ora an qoyarsınız, yəni Ayan, yəni bu şəkildə qoyarsınız. Burası alman dili olacaq. 8 dənə mətn olur. Hər mətnə 5 dəqiqə sizə verirlər. Və səviyyəyə doğru gedir. Məsələn, tutalım ilk 2 mətn, tutalım A1-dir, sonra başlayır digər 2 mətn A2, B1 kimi gəlir. Belə C2-yə qədər gedib çıxır da. C1 yox, C2-yə qədər. C2-yə qədər gedib çıxır. C2 alan görməm. C2 alan mən də görmüşəm. Mən də maksimum C1. Özü cavab eyni vaxtda çıxır. Yəni kompüterdə knopkaya basırsınız, cavab sırada çıxır da orada sizdə. Biz ikimiz də B2 almışdıq. Burada istəsəniz Ayana yenə plus atarsınız. Biz onun PDF-ini atarıq sizə şeyin kitabında yəni hazırlaşa biləcəyiniz. Bir də ki
bağlı bir şey deyirəm. Bu imtahanı çox önəmsəməyin. Yəni səviyyəniz nədirsə odur. A2 də yığa bilərsiniz, B1 də yığa bilərsiniz, B2 də yığa bilərsiniz. Amma bu əsla sizin qəbul olub olmayacağınız şeyini dəyişdirmir də. Çünki istəyir A1 ilə A2 ilə qəbul olanlar da A1 olub. yox, azı A2 Hı. olmalıdır amma. A2 ilə qəbul olan da oldu, B2 ilə qəbul olmayan da oldu. Və bir şey də deyim ki, yəni bu elədir ki, siz burada səviyyə imtahanı verirsiniz, okey və burada PDF-ni yükləməlisiniz sayta, onu da deyim. Plus da Almaniyada da səviyyə imtahanı verib qruplara yerləşdiriləcəksiniz. Yəni bu səviyyə imtahanı vermə səbəbimiz qruplara yerləşdirilmə məqsədi iləndir və məsələn, yəni belə qısa izah edeyim. Deyək ki, siz A2 yığdınız 10 imtahanından. Yəni bu bir problem deyil. Amma siz əgər motivasiya məktubunda 3 universitet, 3-ündə B2, C1 səviyyəli universitet yazmısınızsa, mən bildiyim qədərilə bu artıq bir problemdir. Hə, Yəni düzdür. ona görə məsələn biz risk Düzdür. atmayaq deyə hər ehtimala. Bizim Bütün yazdığımız səviyyələri 3 yazmışdıq. universitetdə bütün səviyyələr üzrə tələbələr götürənlər idi. Zaten orada siz universitet seçəndə görəcəksiniz orada aşağıda onların səviyyələri yazılır da, yəni hansı səviyyələr üzrə olur. Çalışın ona görə azı heç olmasa A2 götürən bir universitet olsun ki, A2 səviyyəsi yığsanız belə bir sıxmasın çöldə qalmayasınız da. Yəni bu önəmlidir. Deməli, dərdiz ümumi 1192 evro təqaüd verir. Bu 1192 evrona siz həm kursun pulunu verməlisiniz, seçəcəyiniz kursun pulunu verməlisiniz. Həm də ki, qalmaq pulunuzu da oradan Bura nəzər oran. boncuqları yerləşdirək. Niyə? Pulunuzu gözləyək. Nəysə də qalmaq pulunu da, kurs pulunu da siz o 1192 evronun içinə verəcəksiniz. Yəni ola bilər ki, o daha sizdə az tutsun, ola bilər daha çox tutsun. Çox tutanda özünüz qarşılayırsınız, az tutanda da pul qalır sizə. Yəni qaza gəlmir. Yəni bir də gediş-gəliş pulu var, Almaniyaya gediş-gəliş uçmaq bileti. Onun üçün də əlavə sizə 675 evro verəcəklər. Prosta belə bir şey var ki, siz burada alırsınız bileti, ora gedəndə sizə pul verəcəklər. Yəni, məsələn, tutalım sizin bilet 1000 manat olacaq, amma təqaüd 675 evrodur, yəni 1200 manat civarı. Yəni o 200 manat sizə qalacaq. Yəni istəyirsiniz ucuz alın, istəyirsiniz baha alın, o puldan qalan da sizə qalır, gedən də sizdən gedir. Və pulu nağd verirlər. Pulu Yəni əlinizə universitetə verirlər. gedəndə verəcəklər. Hə, indi gəl keçək universitet seçimlərindən. Bu haqqda sən danışmaq istəyirsən, mən çox yaralıyam. Dostlar, əvvəla universitet seçimlərində onu bildirmək istəyirəm ki, yəni pul maddi baxımdan universitetin qiymətinə baxandan sonra mütləq şəkildə orada universitetin, yəni o necə yazılırdı? Nəsə digər özəllikləri olan bir şey olur. Orada zaten aşağıda özünüz görürsüz. Bəzi universitetlər var ki, siz viza dəstəyi göstərmir. Demək olar ki, zaten məncə çoxu göstərirdi viza dəstəyi. Yəni viza dəstəyi göstərməyən universitet göstərir. Demək olar ki, hamısı göstərirdi. Amma qalış yeri problemi var. Məsələn, bu bizə birinci bu problem kimi gəlməmişdi düzü. Sadəcə düşünürdük ki, əşi yazaq qəbul olaraq kimi, amma elə deyil. Məsələn, mənim universitetim mənim qalış yerindən təmin elədi. Yəni özləri yazdı, mən bir formullar onlara doldurdum və artıq mənim qalış yerim oldu. Amma Mən danışa bilərəm bu barədə. ürəyin ağrıyacaq axı. Hamısı tamamilə öz günahımdır. Bilirsən necə oldu? Mən Düsseldorf şəhərini çox istəyirdim. Həm tələbəm demişdi, həm də internetdə falan görmüşdüm. Çox xoşum gəlmişdi oradan. Burası belə bir şey var ki, Düsseldorf mənə qalmaq yeri vermirdi. Mən özüm tapmalıydım. Mən də fikirləşdim ki, əş taparam da, nə var ya burada. Amma sonra fikirləşdim ki, qoy hər ehtimalı ikinci yerə yazım onu. Birinci yerə Trier'i yazdım. O Fransaya aparırdı ona görə. Mən elə oldu ki, Düsseldorfa düşdüm. Necə manifestlədimsə ikinci yerə yazdım, Düsseldorfa getdim, düşdüm. Amma Düsseldorf qalmağa yer vermir. Və mən hələ də qalmağa yer tapmamışam. Yoxdur yerim. Bilmirəm nə edəcəm. Mayın 29-u vizaya gedirəm, bir yer tapmadım. Sonra başa otel bronu eləyib göstərəcəm ki, vizamı versinlər. Amma yenə də qalmaq yer tapmaq Düsseldorf kimi bir şəhərdə çox çətindir. Yəni belə. Ona görə çalışın ki, bunları da nəzərə alın hər ehtimala ki, sonra və bilənlər bilir ki, Almaniyada qalmağa yer tapmaq çox çətindir. Cəmaət aylar öncədən və nəsə yəni belə universitetlər seçəndə diqqətli olun. Hər şey özü versin sizə. Belə sizə uğurlar arzu edirik. bir də bir şey də deyəcəm, Buyur. sən danış. Mən bitirmək istəyirəm danışımı, sonra sən danışarsan, mən bundan qurtarım. Sizə demək istəyirəm ki, müraciət eləyin. Qəbul olsanız da, olmasanız da hər şərdə bir xeyir var. Yəni madın ayından Hər xeyirdə də bir şər var. Hər xeyirdə də bir şey. Qəbul olsanız da, olmasa da pis olmayın dostlar. Həyatdır da. Birinin deməsi sizə də çox yəni. Həyatdır. Yəni mən özümü hazırlamışdım qəbul Mən olunmağa. pulumu yığmışdım ki, öz hesabıma gedəcəm maksimum. Bu arada yadıma sal sənə bir söz deyəcəm. Nə deyirdim?
Nəysə uğurlar sizə. Mən sizə güvənirəm. Nəsə bir sualınız olsa, kommentlərə yazın. Düzü mən baxmıram kommentlərə, amma yenə də yazın. Mən Ayanın kommentlərinə baxıram. Xeyrət Yazarsan Zaved. cavab verirəm. Mesela o Instagram'ınızı da burada etiketleyeceğim. O baş oradan follow atıp şey Mən yapabilirsiniz. Instagramdan follow atmayın, TikTokdan Mən atarsınız, atabilirsiniz. aşklarım, mən Çünki at. TikTokum açıqdır. Hə dostlar, mənim demək istədiyim odur ki, sənədləri dönə-dönə yoxlayın. Orijinallarını da yükləməyinizə. Onu mütləq şəkildə vaxtında hazırlayın və dəfələrlə yoxlayın. Yəni çox xahiş edirəm. Onu dəfələrlə yoxlayın, çünki o bir dəfə səhv getsə, yəni aləm dəyəcək bir-birinə. Bilmirəm, yəni düzəldə bilirlər ya yox, amma ona görə yəni son günə saxlamayın. Çünki biz qeydiyyatda da biraz son günlərə saxlamışdıq və heç yadımdan çıxmır. Bir-iki dənə problemlə üzləşdik. E-maillə bağlı məndə bir-iki dənə problem oldu. Sonra formlar doldurduq. Kiminki getməmişdi. Ayanınki getməmiş. Ayan orada şey oldu və siz bizim elədiyimizi eləməyin. O son anı saxlamayın. Çox xahiş edirəm ki, yəni rahat-rahat bütün sənədlərinizi çeyin. Əgər son ana saxlasanız, o streslə də bir yerdə sənədlər sizə qarışıq gəlir. Çünki bizə qarışıq gəlmişdi mənim yadıma. Və mən eksperiment eləmişəm. Bir həftə qalmışdı eləmişəm. Son gün qalmışdı eləmişəm. Son gün qalmış daha eksperimenti belə eləməmişəm. son gün qalmış daha belə faydalı oldu mənim üçün. Ya zaten bəzən bu şey biraz xarakterdən asılı ola bilər. Yəni Xaraktersiz insanlar. mən məktəb vaxtı da elə bir Mən də. şagird olduğum üçün hər şey son günə saxlamışam. İmtahana girəndə tarixi son bir həftədə öyrəndim mən. Bütün kitabı Mən bir 4 həftədə. günə 2 dənə kitab qurtardım. Hər 25 dənə də tarix yazmışam. Üstü öldüm məncə. Hə. Azərbaycan dili 28 idi. Şak düşün. Alınmır İngiliz. Sən nə alınmır? Yəni. Rezil olduk baba. Qız bizə baxdı sən. Qız bizə baxdı. Yeni YouTube'a kısır. Məncə Xahiş də. edirəm kanala abunə olun. Baxdısa videoya. Sizə dostlar sizə uğurlar. Nəsə sualınız olsa, Verməyə. Sualınız olsa xahiş edirəm bir soruşum. Mən Fatih, ay dostlar. Şaka bir yana, ayam bu Instagram. Mənim Instagramımı yox, mənim TikTokumu qoyarsan. Eyni addı ya. Neyse de ya yorumları yazarsınız. Gördüğünüz yorumlardan cavab gəlmir. Axırı yəni hansımıza Zarafat edirəm, kommentlərə baxıram, yazın. Yəni kömək olmağa çalışacağıq. İnşallah. Amma bir şey vurğulamaq istəyirəm. Bəzən çox qəribə suallar gəlir. Məsələn, Berlinə necə gedə bilərəm? Samolyotla. Amma biletimi mümkün qədər yəni bizim də cavab verə biləcəyimiz suallar olsun. Kəndinin nəticə etibarilə səslə izah eləmirik də, yəni yazıya sığdıra biləcək qədər. Ondan sonra demək Sağollaşaq. ki, mən də sağollaşım. Sizə uğurlar arzulayıram. Və sonunda demək istəyirəm ki, hamınızdan zəhmət. İşte yayda Düsseldorf'a gedir. Mən də Berlinə Gedə gedirəm. bilsəm, İnşallah vizamızı da alacağıq. Sizə İnşallah. bol-bol uğurlar. İnancınızı kaybetməyin. Dediyim kimi, düşünürəm ki, motivasiya məktubunu yaxşı yazandan sonra qəbul almamanız üçün bir səbəb olmayacaq. Bir səbəb ola bilər ki, biraz da şans məsələsidir. Yerləri azaldırlar çünki. Bay eləyək. Eləyək. Sizə uğurlar. İnşallah təqaüd cavablarınızı Yazarsınız. alarıq. Yazarsınız. Yazarsınız, biz alarıq. Nəysə də ondan. Onlar alırlar, bizə Yenə də yazarlar. nəsə lazım olsa yazarsınız. Nəsə olsa yaza bilərsiniz. Sizə uğurlar. Bay. Məşdə boş-boş suallar vermiş. Sağ olun. Uğurlar.